İşğaldan azad edilən ərazilərdə əzəli torpaqlarına qayıdan vətəndaşlara dövlət xidmətlərinin daha rahat, əlçatan və şəffaf formada təqdim edilməsi məqsədi ilə tədbirlər davam etdirilir. Belə ki, növbəti səyyar asan xidmət Laçın şəhərində təşkil olunub. Vətəndaşlar şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyət aktlarının dövlət qeydiyyatı, notariat, əmlak və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilirlər. Laçındakı səyyar asan xidmət iyulun 30-na dək fəaliyyətini davam etdirəcək. Səyyar asan xidmətin doğma Laçınımızda gəlib xidmət göstərməyi bizim üçün çox xoş oldu. Mən övladım üçün vəsiqə götürürəm və bunun üçün digər bölgələrə müraciət eləməliydim, digər bölgələrdəki asan xidmətlərə. Amma hal-hazırda Laçın şəhərində çox təşəkkür edirik ki, bu xidməti göstərirsiniz və biz də bundan yararlanırıq. Səyyar asan xidmət Laçın şəhərində fəaliyyət göstərir. Ona görə də qərara gəldim ki, gəlim şəxsiyyət vəsiqəmi dəyişdirim. Gəldim, burada da yüksək səviyyədə səyyar asan xidmətin əməkdaşları məni qəbul etdi və şəxsiyyət vəsiqəmi dəyişdirdim. Tarixi torpaqlarımıza qayıdan vətəndaşlarımıza dövlət xidmətlərinin daha rahat, əlçatan və operativ göstərmək məqsədi ilə növbəti səyyar xidmət Laçın şəhərində təşkil edilir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizdə Zəngilan Ağalı kəndində, Cəbrayıl rayonunda, Xankəndi şəhərində, Ağdərənin Talış kəndində 1500-ə yaxın vətəndaşımıza səyyar xidmət göstərilmişdir. Ümumiyyətlə, ümumilikdə səyyar asan xidmət avtobusları vasitəsilə 3 milyon 400 minə yaxın vətəndaşımıza səyyar xidmət təşkil edilmişdir.